Əlbəttə, sən belə deyilsən, Laləsən. Amma belə olma. Burnunun ucundan oyanı görməməkdədir. Deyirsən, oynama orada. Nəsil o seyincdə qalır. Silənməmiş. Aha. Mahnı oxuyur da indi. Mən bu videoda düşürüyorum. Yox. Evdə mahnı oxuyur. Hayat bir gündür, o da bir gündür, o da bu gündür. Yadında polislər bizi incizəndə evimizə girir belə boşun. Daşlanan danışın sonra. İynəliyirlər sonra aparır, qorxudurlar ki, bir eləyəsən, deyirlər sonra. Baxarıq deyirlər, gedirlər sonra. Yadında Laləzər, onda o dəhşətlər var idi ha. Sən getdin, neynədin? Bu da qoşulmuşdu onlara, nə dedi bu? Bu dedi ki, bir gün, mən bildim necə olardım. Gül kimi uşaq idi, sakin. Neynədi? Sonra oldu bir zəkir. Neynədi? Dedi ki, mən bilirəm necə olacam, ondan sonra polislər kimi olacam, istədiyimi eləyəcəm. Sonra neynədi? O ki, məktəbdən söyüş öyrənirdi, mən onu, neysə, sizin polisləri, o da polisə şikayət eləmiş. Anam söyüş, sonra məktəbdən öyrəndiyi söyüşləri də mənə öyrətdi, sonra amma sən öyrənməmişdin, axı ki, nə deməkdir? Getdim prezident aparatında, yox, hara getmişdim, görüm, mahnı fikrini oldu, get boş onu, dayandır onu, yaşlı nə? Getdim Təhsil Nazirliyinin yanında böyük bir daşı idi belə, də geçə belə. Götürdüm o polis, o darvazanın yanında mənə, polis girəcək, nədir? Girəcəkdir, maşın girəcəyi yox, orası. Atdım oraya, qırdım, nə dedim sonra? Şüşə bütün qırıldı, töküldü, ondan sonra qapını dəyişmişdi. Deyil, mən də gəlir ondan sonra, nə ondan sonra oldu sonra? İndi şüşəni biraz deyirəm. Deyil. Söhbət ondan gedir ki, görsə, zəng edirsinsə, mən bunu çəkeyim, Laləzər, qadın alır. Qoy zəncini vursun, tutarsın, dasın. Lakul, indi zəng edirdin, çıxartdın telefonu. Sən telefonda danışanda ağıllanmırsan demirəm. Ağıllısan, düzdür. Çünki sən boşun Təhsil Nazirinin şüşəsinin qırdın, nə oldu? Yadından çıxmışdı. Nə dedin? Sənə nə dedilər? Niyə qırmısan, nə dedin? Dedim, mənim şu an məktəbə gedindən söyüş öyrənim oldu. Bu nə deməkdir belə? Ancaq, orada dərs keçmirlər, keçdələr də, qeyri yox. Niyə? Savadı varsa bir dənə cümlə desin. Maliyyə İqtisad Texnikumunu tutarıb, orada da dərs keçirlər, keçmirlər, nə etsə, axıda imtahanlarda heç soruşmamışam dərs keçirlər, yox. Biz zaman enişdə keçmirlər. Sonra imtahanlarda A4 300 dənəyə yaxın A4'ü belə verirdilər. Bunlar oxuyurdu, orada ilan qurbağa cümlələr, bir cümləni başa düşmək olmurdu. Bu boyda A4'də belə cümlələr. Nəysə, ağıllısan, düzün, Allah bacarmazdın, o yüksək qiymət alırdın, gəlirdin, yəni göz yaddaşı ilə deyirdin, yadda saxlayıram. Orada qızlar da deyirdin, elə yadda saxlayırlar, cümlələr başa düşülmürdün. Sonra məktəbdə Təhsil Nazirinin şüşəsini qırdın, nə dedin? Yəni ki, bilik varsa əgər, yaxşı, Laləzər, biliyin mənə lazım deyil, biliyin olsa əli var. Amma bir de görək qadana, ağıllısan, mən onu eləyənməzdim, o məktəbdə baş çıxaranmazdım, orada da polislər təhsil eləmişlər, uşaqlar, nə demişlər denə? Bunun sinif rəhbərinə nə demişlərsə, o da yığmışdı bütün uşaqlar, valideynləri bizdən, məndən başqa. Sonra mənə çatdırdılar. Demişdi ki, kim idi adı? Füsalə müəllimi. Yadıma gəlir, Laləzər, 5-ci sinifdən yuxarı. Sinif rəhbərini demişdi ki, o qızla qoymayın heç kəs danışsın. Sonra sənin başlı itin oyun açırdı, pis uşaqlar var idi, yəni. Nəysə, qızlar küçük, danışmırlar, saymırlar. Sən o vəziyyətdə, o məktəbi oxudun, əla da yaxşı da olsun, nəysə axır ki, öz gücü ilə girdi, hara? Maliyyə İqtisad Texnikumunu qutardın,
istedadın da var, onu da Allah verir, şükür edirsən ya yox bilmirəm, əl qabiliyyətin var. Akademiyada dedilər ki, Rəssamlıq Akademiyasında bu uşaq istedaddır, yadında orada qoydular çəkdiyini, şəkillərdə aparmışdı, alma qoydular, nə stəkan qoydular, nə dedilər, 15 dəqiqə çək dedilər, sən çəkdin, nə dedilər. İndi bax ki, söhbət ondan deyir ki, mən bacarmazdım nəyi, sənin ağlın var, düzdür. Çünki sən bu çatdasında gərginlik da nəyə dərəcədəydi ha. Mən polislər kimi olacam, onlar kimi bildiyimi eləyəcəm deyirdim ha. O yaramaz 18-ci bölmə bizim evi dağıdırdı, yox, bütün həyatımızı verən qoymuş. O momentdə mən ölürdüm ha. Yadında nənəniz ağlaya-ağlaya nənəni çağırırdın, kifayət qalanı çağırırdın. Mamam ölür, can verirdim ha. Allah qaytarırdı ha. İndi bu mahnı nədir? Sevinç. Həyat bir gündür, o da bu gündür. Əsas odur ki, Laləzər. Mən onu demək istəyirəm ki, mən Allah Teala nəyi hiss elədim. Dəstəsə gəldi, sığın Allaha, qovulmuş şeytanla Allaha sığınıram. Bismillahirrahmanirrahim. Allah'ım şeytanların vəsvəsələrindən sənə fəna aparam Allah. Onların yanında olmalarına, işlərimizə xəlal qatmalarından sənə sığınıram Allah. Quran ayələrini demək. Allah Teala buyurur ki, bizim vəsvəsə dəyəndə demək, sən dedi. Sonra Laləzər, beynini dincəlmə gedir. Dayışı, həyat bir gündür, Laləzər. Mahnında da deyil, mən də dalına qulaq açmıram, elə o söz tutmuşam, qulağını tutur, bütün mahnını qulaq açmıram. Hər kəsən demək üçün, mən o ölürdüm, can verirdim, sən nənəni çağırırdım. Gözlüyü düşür ki, canım çıxsın, baxdıracaq sizə. O momentdə Allah mənə qaytarırdı. O momentdə mən də gördüm ölürəm, mən fikirləşirdim ki, o moment. Yəni, gördüm ölürəm, boş şeyim, nə fikirləşdim? Onun da Quran ayəsi var ki, Allah Teala buyurur ki, qurban olmalılar, gözəl Allahımız, yedi göyü yaradan, yenilməz qüdrət, qüvvət sahibi olan Allahımız buyurur ki, o biri dünyada deyəcəklər ki, dünyada bir gün qaldıq. Ağıllar deyir ki, bir gün yarım, nəsə bu gün yarımı dəqiq yadımda saxlamamışam, amma ağıllar, yəni daha doğrusu hansı nə deyəcək, yəni gün ya da gün yarım qaldıq söhbəti olacaq. Mən də o geriyə baxanda elə bildim ki, bir gün yaşamışam, yarım gün yaşamışam. Cənnət, cəhənnəm var, bilirsən? Əla. Bilirsən də, cənnət hoş var ya. Demirəm. Amma deyirəm. Cənnət. Cənnət. Allah'la. Allah'la. Bir olaq demək olmaz. Allah'la bir olmaq olmur. Allah bizimlə olsun. Allah bizimlə olsun deyə Allah'ın sözlərini unutma. Bir yaxşı söz var ha. Sevmək, sevdiyini dinləmək. O kimi onlar mənə vurub öldürərlər əgər. Mən xatırlarında, onlar da indi. Sən demişəm də, Nikvin ruhlu mahnılar qulaq as, Quran oxu, namaz qıl, əsas mahnıya qulaq as, namaz qıl, Quran oxu. Qəbrim üstünə gəlmə. O üçün bir dənə də nə demək istəyirdin? Bir də ki, Lalə, qazan, mənə bastırırsalar, sən orada gözləyəcəm də tez olsan. Səndən tez olsan. Mənə bastıranda xahiş edirəm, mən konfet kimi pişməsinlər, ölümü də yumasınlar. Paltarda sadəcə belə qoysunlar, üstünə daşı düzürlər, yəni belə örtürlər, bunu sonra tökürlər üstünə. Gözəl. Unutma ha, cənnət var, bir də cəhənnəm var. İmtihan dünyasında. Allah yaratdı hər şey gözəldir. Bir də bir şey etsinlər. Hə, Lalə. Sən kimsə desin ki, dəli qızdır, denə o dəlidir özünə deyil. Sonra dəli nədir? Allaha asi olan. Sonra bir də Laləzər, bil ki, bir cavab da var. Ay deyir, nə belə deyirsən, mənim qızımı almazlar, Elmana görə almazlar qızımı, mənim filan kəsə görə almaz. Sən bil ki, ağıl
genlə keçmir. Sonra vicdan genlə keçmir. Qızla nümunə ol, hələlik. Peyğəmbərin davamçısı olmaq lazım. Başqa yol yoxdur. Sevmək sevdiyinə qulaq açmaq. Qulaq açmaqdır. İfrat eləmək olmaz. Sağ ol. Görsən ifrat edirəm. Eləməyim. Bilirəm, sən də mənə yaxşı şey yazdır. Mən də sənə. Hələlik.